Hər birinizi xoş gördüm dəyərli Meraç Media TV izləyiciləri. Mən Elminaz Osmanova. Bugün sizə dünya tarixinin ən ilham verici və güclü şəxsiyyətlərindən birinin həyatını təqdim edəcəyim. Bu şəxsiyyət yalnız öz ölkəsini deyil, bütün dünyanın diqqətini cəlb edən və təhsilin gücünü dünyaya göstərən bir gənc qadındır. Malala Yousafzai. Malala 1997-ci ilin iyul ayında Pakistanın Mingora şəhərində dünyaya gəlib, onun həyatı çox erkən yaşlarından etibarən qeyri-adi şəkildə başlamışdı. Malalanın valideynləri onun təhsil alması üçün böyük əzm göstərdilər. Xüsusilə atası Ziyaüddin Yousafzai çox gənc yaşlarından belə ona hər zaman təhsilin əhəmiyyətini öyrətmiş və bu sahədə ona dəstək olmuşdur. Lakin Malalanın hekayəsi təkcə bir təhsil uğurunun hekayəsi deyil, həm də bir mübarizə və cəsarət tarixidir. 2012-ci ilin oktyabrında Malala Taliban tərəfindən başından güllələndi. Bunun səbəbi isə sadəcə bir şey idi. O, qızların təhsil almasına qarşı olan ciddi bir məhdudiyyətlərə qarşı çıxmışdı. Güllələndikdən sonra Pakistanın Peşəvər şəhərindəki bir xəstəxanaya aparıldı. Lakin vəziyyət çox ağır idi. Daha sonra beynəlxalq təcili yardım göstərildi və Malala Böyük Britaniyaya Birmingham şəhərinə xüsusi bir xəstəxanaya göndərildi. Burada o uzun bir müalicə müddətinə başladı. Malala başından aldığı güllə yarası ilə çox çətin bir dövr keçirdi, amma müalicə və dəstəklə sağaldı. Qızlar təhsil almaq haqqına sahibdirlər deyərək məktəbdə oxumağa davam edirdi. Ancaq o zaman Taliban qızların təhsilini qadağan etmiş və Malalanın bu mübarizəsini dayandırmağa çalışmışdı. Lakin Malala başından vurulsa da dünyaya bir mesaj verdi. Heç bir şey təhsil üçün mübarizəni dayandıra bilməz. O, təhsil haqqı üçün apardığı mübarizədə yalnız öz ölkəsini deyil, dünya miqyasında milyonlarla insana ilham verdi. Bu hadisə dünya media tərəfindən geniş şəkildə işıqlandırıldı və nəticədə Malala təhsil almaq hər bir qızın hüququdur mövzusunda ciddi bir beynəlxalq müzakirə başlatdı. Malalanın bu cəsarəti onu daha da gücləndirdi və o dünyanın ən gənc Nobel sülh mükafatı laureatı oldu. 2014-cü ildə 17 yaşında o Nobel sülh mükafatını qazandı və Malalayı təhsil haqqı və qadınlar haqqları mövzusunda ən təsirli səslərdən birinə çevirdi. Bu mükafat Malalaya yalnız özünün deyil, eyni zamanda dünyanın müxtəlif yerlərində təhsil almaq istəyən, amma bunu qadağalar və təhlükələrlə qarşılaşan minlərlə qızın adından da verildi. Malalanın mübarizəsi yalnız təhsil haqqı üçün deyildi. O, dünya üzrə qızların təhsil almaları üçün çalışır və onların qarşılaşdıkları maneələri aşmağa yardım etməyə çalışırdı. Onun Malala fondu dünyada təhsil böhranlarını həll etmək üçün bir çox layihələr həyata keçirir. Bu fond xüsusilə inkişaf etməkdə olan ölkələrdə qızların təhsil almasına dəstək olur, onların qarşısındakı maneələri aradan qaldırmağa çalışır. Malalanın həyatı heç vaxt təhsildən imtina etməməyin və heç bir çətinlik qarşısında boyun əyməməyin simvoludur. Onun həyatı bizə göstərir ki, təhsil yalnız fərdi bir inkişaf yolu deyil, həm də cəmiyyətin inkişafına qatqı vermək üçün ən güclü vasitədir. Malalanın mübarizəsi təkcə onun özünün deyil, bütün dünya qadınlarının və qızlarını da hədəfləmişdir. Bu mübarizə bizi hər gün daha yaxşı bir gələcəyə doğru addımlamağa ilham verir. Malalanın dediyi kimi, bir uşaq, bir müəllim, bir kitab və bir qələm dünyanı dəyişdirə bilər. Bugün bizlər Malalanın hekayəsindən dərs almalı və hər birimizin dünyanı dəyişdirmək gücünə sahib olduğunu unutmamalıyıq. O bir gənc qız olaraq başladı, amma dünyanın bir küncündə təhsil haqqı uğrunda mübarizə aparan hər kəsə ilham verdi. Son olaraq hər birimiz təhsilə daha çox əhəmiyyət verməli, təhsilin yalnız şəxsi inkişafımız üçün deyil, həm də cəmiyyətimizin və bütün bəşəriyyətin inkişafı üçün nə qədər vacib olduğunu anlamalıyıq.